mən Türk bayrağı ilə çıxmağıma çoxsu mənfi rəylər yazır mənə, amma mən fəxr edirəm ki, mən həm Azərbaycan, həm Türkiyə bayrağı ilə vuruşam. Çünki türklər bizim idmançılar çox bəyənir. Yəni onlar bizim bayrağımızla çıxmasalar da, amma biz udanda çox sevinirlər. Elə bil ki, öz idmançıları udur. Yəni mən onlardan o auranı getirdim. Onlar mənə çox böyük dəstək olurlar. Həm mənəvi, həm maddi. Yəni orada mənə dəstək olurlar. Və mən öz xalqımın bayrağına çıxmaq fəxr edirəm. Həm Türk, onsa biz iki dövlət, bir millət sayılırıq. Yəni çoxsu pis rəy yazsa da, yəni pis bəyənməsə də mən yəni çox o şeyə fikir vermirəm. Mən bəyənirəm ki, mən iki dənə bayrağına çıxmaq mənim üçün fəxrdir. Və bu sən müsbət də təsir edir özünə, yəni Əlbəttə, mən bəlkə də o iki bayraq mənə uveriniz verir. Biz orada Koreysdə 4 idmançı Azərbaycan vuruşurdu. Tanımırdılar idmançılar, nə var ki, Azərbaycan bayrağını qalxızır, qışqırırdılar, sevinirdilər. Yəni, ona görə ki, yəni, belə şeylərə də baxmaq lazımdır. Rəylərdə deyirlər ki, Türklər Azərbaycan bayrağına çıxmır, sən niyə Türkiyənin bayrağına çıxırsan? Yəni, Türklər ola bilər çıxmır, amma bizimkilər Türklər dəstək olmur idmançılarına. Amma Türklər bizim idmançılara dəstək olur və o mənə bəyənirəm, ona görə mən iki bayraqla çıxacağam.